2007-sində İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müştəba Dəmirçulunun etimadnaməsini qəbul edib. Yeni Sabahaz xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi. Səfir etimadnaməsini dövlət başçısına təqdim etdikdən sonra Prezident İlham Əliyev onunla söhbət aparıb. Görüş zamanı dövlət başçısı İran prezidenti ilə dünən keçirilmiş telefon danışığını və İran parlamentinin spikeri Məsud Pezeşkiyanın Azərbaycana səfəri zamanı aparılan müzakirələri məmnunluqla xatırlayıb. Prezident bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb. O, Pezeşkiyanın Azərbaycanda səsləndirdiyi bəyanatların və fikirlərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını vurğulayıb. Prezident İlham Əliyev həmçinin İranla İsrail arasında baş vermiş son qarşıdurmaya toxunaraq bildirib ki, Azərbaycan bu gərginliyi qınayan və münasibət bildirməklə həmrəylik göstərən ilk ölkələrdən biri olub. Dövlət başçısı qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı başsağlığını bir daha ifadə edib. O, bəzi dairələrin və media nümayəndələrinin bu gərginlik fonunda Azərbaycan-İran münasibətlərinə zərər vurmaq məqsədi ilə yaydığı şayə və yalan məlumatların əsassız olduğunu, onların tamamilə cəfəngiyat təşkil etdiyini qeyd edib. Səfir Müştəba Dəmirçulu isə bildirib ki, İranın ali rəhbərliyi də Azərbaycanla münasibətlərə xüsusi önəm verir. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr dostluq, qonşuluq və qardaşlıq prinsiplərinə əsaslanır. Səfir, həmçinin İranla İsrail arasında yaranmış gərginliklə bağlı Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqeyin Tehranda yüksək qiymətləndirildiyini bildirib və buna görə təşəkkürünü çatdırıb. O vurğulayıb ki, İran tərəfi əmindir. Azərbaycan ərazisindən heç vaxt İrana qarşı istifadə olunmayacaq və Azərbaycan dövləti buna imkan verməz. Diplomat həmçinin İran vətəndaşlarının və digər xarici vətəndaşların Azərbaycan ərazisinə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib. Görüş zamanı Azərbaycanla İran arasında siyasi, iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Prezident İlham Əliyev iyunun 27-sində İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri